BMW həvəskarı olaraq bəyəndiyim Mercedes modelləri. 4-cü yerdə Mercedes CLS-in birinci nəslidir, yəni W219 gövdəsi. Baxmayaraq ki, bu avtomobil W211 ilə eyni platformaya sahibdir, amma məhz onun o 4 qapılı kupe olması onun xarici görünüşünü biraz da bahalı eləyir. Bu maşınlar hələ təzə olanda mən o vaxt məktəbdə oxuyurdum və hər dəfə bu maşını görəndə ona bir simpatiya bəsləyirdim və hələ də elədir. 3-cü yerdə Mercedes SL R129 modelidir. Mercedesin klassik o qutu şəkilli dizaynı və üstü açıq avtomobil kabriolet birləşəndə məhz belə gözəl avtomobil yaranır. Sırf bu xarici görünüşdən dolayı mən bu avtomobili çox bəyənirəm. İkinci yer əlbəttə ki, Mercedesin şah əsəri sayılan S-Class W140 avtomobilidir. Klassik Bruno Sacco dizaynı və Mercedes mühəndisliyi bir arada bu avtomobildə birləşib. Və birinci yerdə mənim Mercedeslər arasında ən sevdiyim avtomobil Mercedes CL C216 gövdəsidir. Bilməyənlər üçün onu deyim ki, bu W221 S-Class-ın kupe versiyasıdır. Mercedesin məhz o elegant dizaynı və samballı dizaynı məhz bu avtomobildə birləşib. Ona görə də mən bu avtomobili çox bəyənirəm və bəlkə də nə vaxtsa özümə bu avtomobili alaram.